Bakıda tükürpədici cinayət hadisəsi baş verib. Qafqazinfo xəbər verir ki, 30 yaşlı dayı 15 yaşlı bacısı oğluna qarşı əxlaqsız hərəkətlər eləyib. Belə ki, 9-cu sinifdə təhsil alan bacısı oğluna qarşı 3 dəfə seksual xarakterli hərəkətlər eləyən dayı onu telefona çəkib. Yəni həmin hadisəni telefona çəkib və dayı elə həmin videonu həmin video ələ verib. Onun telefondakı kadrlara həyat yoldaşı təsadüfən görüb. Qadın ərinin hərəkətlərinə dözməyərək polisə məlumat verib. Məktəbli və onu təmsil edən hüquqi varisi məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olmayıblar. Təqsirləndirilən şəxs və zərər çəkmişlər arasında cəmi bir dəfə elə bir şey yaşandığına, həmin gün ikisinin də sərxoş vəziyyətdə olduqlarını deyiblər. O da məlum olub ki, təqsirləndirilən şəxs bundan əvvəl başqa birini şantaj etdiyi üçün həbs edilibmiş. O bir il qabaq vaxtından əvvəl cəzasından şərti olaraq azad edilib. Məhkəmə R.E-yə 2 il 6 ay həbs cəzası verib. Çox təəssüfləndim bu xəbəri oxuyanda. Bu hissədə təəssüfləndim ki, ailə şikayətçi olmayıb. Deyirək ki, bir işi də bir dəfə olub, keçib və bundan əvvəl də dayı başqasını şantaj etdiyi üçün həbs edilibmiş və bir il qabaq cəzasından şərti olaraq azad edilib. Başqasını şantaj eləyənlər, başqasının övladına toxunanlar kaş ki şərti azadlığa filana çıxmasınlar. Onlar elə dəmir barmaqlıqlar arxasında çürüsələr yaxşıdır, elə orada qalsalar yaxşıdır, elə orada can versələr yaxşıdır. Çünki belə insanlar cəmiyyət üçün çox təhlükəli insanlardır. Kim bunun zəmanətini verə bilər ki, öz 9-cu sinif bacısı oğluna cinsi təcavüz eləyən dayı gedib başqa birisinin 3-cü sinifdə, 4-cü sinifdə, 5-ci sinifdə oxuyan balasına toxunmayacaq. Kim bunun zəmanətini verər? Bacısının oğluna toxunan adam başqasının qızına toxunmazmı? Başqasının körpəsinə toxunmazmı? Sərxoş vəziyyətdə olub. Cəhənnəm olsun sərxoş vəziyyətdə, cəri olsun sərxoş vəziyyətdə. Sərxoş vəziyyətdə olub, öz-özünə xəsər yetirsin. Özü-özünü zorlasın, çox üzr istəyirəm ifadəmə görə. Yox bir, hər ikisi sərxoş vəziyyətdə olur. 9-cu sinif şagirdi nə qədər içir ki, bəyən bu sərxoş vəziyyətdə olur, başa düşmürəm. Bir də ki, bu ailə ümumiyyətlə necə ailədir ki, mən anlamıram. Və nə gözəl ki, həmin o dayının, oğlum necə də dayı demək olarsa ona, həmin bu şəxsin həyat yoldaşı görüb və çox sağ olsun ki, polisə müraciət edib bu ilə bağlı. Və bundan sonra yenə də həmin adamlar bir araya mı gələcək? Dayı bacı oğlu, gəl otur yiyə içəyə. Sən dayı boyu yerə soxsunlar. Yenə də deyirəm, kim zəmanət verə bilər ki, sabah o başqasının balasına toxunmayacaq. Sabah o başqasının oğluna eyni hərəkət eləməyəcək. Kim zəmanət verər ki, belə adamları həbs eləmək lazımdır. Ailə şikayətçi olmadı, başa düşdük də, hansısa bacı deyir ki, əşi, qardaşım niyə mənə görə, mənim oğluma görə, o bacının da elə boyunu yerə soxum. Çox üzr istəyirəm bu ifadələrə görə, amma həqiqətən də o bacının da boyunu yerə soxum ki, şikayətçi olmuram. Bir dəfə işdi də olub, içiblər, seksual xarakterli hərəkət eləyiblər. Biz niyə bu günə düşmüşük? Biz ümumiyyətlə, bu nə deyə biz yaşayırıq? Bu nə xəbərdə biz oxuyuruq ümumiyyətlə? Nə baş verir? Məktəblərdə böyük sinif şagirdləri, az yaşlılara, bəzi məktəblərdə, Qubada yaşanıb bir neçə ay bundan öncə bu hadisə. Şifahi deyilib mənə də məlumat. Uşağın psixoloji durumu yerində deyil. İbtidai sinif şagirdini, 10-cu yoxsa 11-ci sinifdə oxuyan bir gədə zorluyub. Nə qədər bədbəxtsiz siz. Ümumiyyətlə, siz necə ailə tərbiyəsi alırsınız ki? Mən həqiqətən də başa düşmürəm. Pişik zibilin üstünü bastıran kimi, bunlar da çalışırlar ki, bunun üstünü bastırsınlar valideynlər. Yayılmasın, bilinməsin. Niyə qoy elə şərəfi kəm olanları hamı tanısın da, insanlar artıq ehtiyat eləsin də, onlara, uşaqlarına desin, filan kəsə yaxın durma, ha? Filan kəs manyakdır, başdan xarabdır. Oğlana nə bilim, cinsi zorakılıq eləyən adamdır. Vallahi adam utanır bu ilə bağlı hansısa bir mövzunu danışanda, hansısa bir mövzunu müzakirə eləyəndə. Siz nə qədər şərəfsizsiniz ki, ibtidai sinif uşağına toxunursunuz. Bu qədər ucuzsuz, bu qədər hər şeyinizi itirmişsiniz. Siz necə ailə tərbiyəsi alırsınız ki evdə?
Sizin valideynləriniz heç evdən çıxanda özünü düzəməlli apar, evə qayıt haqqında pis söz eşitməyim demirlərmi? Mənim oğlum 10-cu sinifdə oxuyur. Hər dəfə dərsə gedəndə səndən şikayət eşitməyim ha mən. Oxumursan anladım, amma heç olmasa sakit dur, özü apar məktəbdə deyirəm. Siz övladlarınızı necə tərbiyə edirsiniz ki, çox maraqlıdır. Və bugün ümumiyyətlə bu nə tendensiyadır? Kişilər kişilərdən zövq almağa başlayıb, kişilər kişilərdən nə bilim intim həyat yaşamağa başlayıb. Başlayırlar, pul verirlər, nə bilim pul xərcləyirlər. Get bədən şəkilləndirmə elə. Kişi də kişiyə deyir, get bədən şəkilləndirmə elə. Maska istəyirəm ki, səni yaxşı görüm yanıma gələndə. Az nə gündəsiz siz? Siz nə gündəsiz ay bədbəxtlər? Hara gedirsiniz? Sizin evinizdə heç oğlan övladı böyümür ki, siz bugün hansısa yarı belə olanlara pul xərcləyirsiniz. Lüks həyat yaşayırlar. Görün biz nə günə qalmışıq? Lüks həyat yaşayırıq bugün cinsini dəyişənlər və yaxud da ki, nə bilim, qurşaqdan yuxarı qadın olub, qurşaqdan aşağı qız olanlar lüks həyat yaşayırlar, bədbəxtçilikdir. Sonra da deyirik sayları çoxalır bunların. Niyə sayları çoxalmasın ki? Adam deyir, əziyyət çəkmirəm ki, gedirəm bir tərəfə, o tərəfə, bu tərəfə, əzilirəm, üzülürəm, vəssalam da. Pulumu verir də. Valla, qızılları bilsiz necə taxırlar? Üst-üstə taxırlar. Mən də yorulmuşam da bijuteri almaqdan. Yəni, siz onların nəyinə təmas alırsınız? Həqiqətən də mənə çox maraqlıdır. Bədəni tük içərisində olan birisini, valla çox üzr istəyirəm bu ifadəmə görə. Amma tük içərisində də olmur ki, sağ olsun dayıları lazerə filana göndərirlər. Bir dənə gözəl lazerə gedirlər ki. Hər ay vaxtları var lazerdə. Ütülürlər. Qızı oxşamağa çalışırlar. Ay Allah sizi vursun. Sizi Allah yaratsaydı, qız kimi yaradardı da. Allah sizi məsləhət bilib ki, siz oğul kimi doğulasınız. Olun da. Nə bilim, eyvallah, istəyirəm bu mövzulardan danışmayayım, amma danışmayanda da olmuş. İndi bu dayının 9-cu sinif bacısı oğlunu zorlaması məsələsi. Onun bacısı oğlu aldı travmanı. Sabah eyni hərəkəti başqasının üzərində eləyəcəkmi? Eləyəcək. Və yaxud da ki, bir ömür qadınlara yaxın durmayacaq. Oldu da bədbəxt. Bacı da şikayətçi deyil. Elə bacı qardaş bunlar eyni ağıldadırlar.